Nətər olur bu? Dəstək duranların biri sevgilisinin yanında saxladı, sonra qohum oldu. Biri 3 ay əri ilə boşandı, bütün televiziyalar danışdı. Biri getdi Dağıstanda oğlan sevgilisi tapdı özünə ki, bəlkə oğlan sevgilisi buna əməkdar adısı verər, alınmadı. Siz mənim yanımda nədən? Mənim bir aybım var. Nə deyəsən? Yanımda olmuşsan? Yanımda olmuşsan? Yanımda olmuşsansa dilən görün mənə. Amma mən sənin yanımda olmuşam, bilirəm hər şeyi. Mənə dilən deyir ki, biz bilirik nə var, nə yoxdur. Sənin o güvəndiyin o ayrı qaqaşlar var, ha. Onlar sənə yalnız deyə bilərlər, belə bomba qızsan sən. Sən özün üçün bomba qızsan. Narkomanın təzəsi köynəsi olmur, bilirsiniz. Patıdan iyniyirlər, özlərində olmurlar, çıxırlar. Gör kim çıxır, aparıcılara deyir ki, siz kür bu aparıcıların başına ki, bu çigitkə boyda səydi, sən kimsən axı? Biz səndən qorxu, haranın tulassan sən? Kimsən sən? Keçmişin yadından çıxdı. Nənövün videolarını sildirdin bütün sosial şəbəkədən. Elə bildin bizim yadımızdan çıxdı ki, nənövün üzünə sürdün el üzü verilişində. Nə tez yadından çıxdı? Nə tez? Nə tez namus qiriyyət əbidəsi oldun sən? Nə tez ki, yağışlar yağdı, çatdaqların üzü bağlandı? Nə tez? Qaşınırdın, bunu istəyirdin yada salım. Elə bildin ki, məndə yoxdur o video, paylaşa bilməzdim. Məndə o video bu dəqiqədə var. Prosto mən prosto Pəriyə o qədər çox istəyirəm Pərini ki, mən Pəriyə görə onu eləməyəcəm, amma səndən əl çəkməyəcəm. Sənin mənə o dediyin bayaq söz var deyə, səni it kimi üzr istətdirəcəyim bu ölkədə özümə. Bilirsən də səndən artıq pulum da var. Verəcəyəm 3 dənə vəkilə, sənə gidizdirəcəyəm ki, buradan da o bəzi yaltaq aparıcılar deyir, kül sizin başınıza. Gör kimdən qorxursunuz. Sizin televiziyalara deyir ki, siz çuşkaların poxu olsun sizin ağzınıza. Rayonları bəyənmirsiniz, çuşka deyirsiniz. Rayonları bəyənmirsiniz, çuşka deyirsiniz onlara. Siz aran zibil olmuşsa narkoman yığını. Çuşka deyirsiniz rayon cəmatına. Siz kimsiz ki? Yo, mən söyüş söyməyəcəyəm. Mən söyüş niyə söyləyirəm ki? Mən oyam, bəyəm hallanım ya da zırranım, götürüm ağzımdan çıxana deyim. Mənə deyir ki, belə elə. Sən Brilliant Dadaşov'a güvənib deyirsən ki, belə elə. Brilliant Dadaşov mənə atıb səni tutacaq. Hüseyin, sən Vəfanı bəyənmirsən, səsində mənə deyirsən ki, Vəfanın bic doğduqları, sən Vəfanın yanındaydın bic doğanda. Heç olmasa Vəfa ikisini doğub, sən heç birində doğmadın, yalandan ərə gedirəm deyib toy elədin. Nə ər var, nə zər var. Sən kimə danışırsan, Sənin ərin olsaydı, sən çıxıb bu cəmaata belə danışmazdın. Əri var cəmaatın. Priçom tut. Mən o yayımdan salam var, kimdirsə, sən boynumu sabah qaşıyaram, mən, İndi siz başa düşdünüz dünyada nə var, nə yox. Vəfanın daşı düşüb bunun başına. Telefonda mən götürən kimi veririm. Var da səslərin hamısı yazmışam da, hamısı məndə var. Vəfadan nələr danışır. Amma Vəfa ilə 8 Mart ay işığında bir yerdədir. Mən də bayaq paylaşmışdım ki, bu yanda Kəmalə Günəşli, bu yanda Vəfa Şərifova. Bu yanda da Səidə. İşte o. Mən 2 gündür susuram. Tolik danışma, Səidədir, özümüz kidir. Səndən qorxan sənin tayın olsun. Sənin yanındakı o qaqaşlarva da nə istəyirsən deyim mən belə. Ən yaxşısından tutmuş, ən pisinəcəm. Nömrəmi də bilirsən, ver onlara mənə zəng vırsınlar. Davay. Sizdə də bundan yoxdur ya, vırasız zəng ya, bundan. Yoxundur ha, bundan. Ətrafındakilərin bundanı yoxdur, zəng vırsınlar. Vırsınlar görüm. Vəsə Səidə, bugündən oyun qutardı. Səninlə açıq müharibə elan edirəm. Səndən şikayət edəcəm. Sənin özündə olmadığın vaxtda Azərbaycan televiziyaları haqqında dediyivə görə səndən şikayət edəcəm. Mənə bayaq söylədiklərimə görə səndən şikayət edəcəm. Və səni inşallah ki, lazım olan yerdə yoxlayarlar və qanun təmiz çıxarsan. Çıxmasa vay sən aldı. Və mən buradan yenə də deyirəm sənə, sən 3 gündür danışmıram, soxmuşam dilimi dinməz yerinə, yayıma girirəm, deyirlər ki, Səidə, deyirəm düz deyir, amma səndən yox ha, sən əhatündə olan müğənnilər var ha, kişi cildində geylər var ha, onların heç birindən qorxmuram ha, kişi cildində geylər var ha, ən yaxın dostun gedirdi, gəlirdi ya tez-tez Dağıstana
Və burada biri var ha, özün bomba. Ondan tutmuş, sənə dəstək duranlar var ha. O geylər var ha. Biləsən ki, olan hiçbirindən qorxmuram. Yəni bunu sənə deyirəm açıq şəkildə də. Və sənə görə Luboy oğlan mən zəng vurmağını gözləyirəm, amma inanmıram ki, zəng vursun. Amma sən bu xalqa qiriyyət namus keçməkdənsə birinci yadında salardın ki, mən nənəmin üzünə tüpürəndə, 10 milyonun üzündə nənəmə bu belə eləyəndə, o xalq səni 6 ildən sonra yadına düşüb səni dəstəkləyəcəkdi. Xalqın yadından çıxıbsa mən xalqın yadına salıram. Həmən Səidədir ki, nənəsinin üzünə tüpürdü, sonra da çıxdı Elcanın canlısında padruqasını bilmirəm, mən bağışlamamışam heç kimi. Heç olmasın, mən anam atam üçün ağlayıram. Mən nə poxda olsa ağlayıram heç olmasa. Sən özündə döyürsən, bu xalq səni dəstəkləyəcək. Bu xalq səni dəstəkləyəcək bu hərəkətvə görə. Sən deyirsən, sənin dalında kim durub? Və sənin dalında kim durub? Avuya qaqaşlar, neyniyəcəklər mənə? Neyniyəcək o qaqaşlarım mənə? Yıxsın biri mənim nömrəmə görüm. Yıxdır da bir dənə o qaqaşlarından birini. Mənə lazımdır elədiyə. Girmi sonra diyan. Sən mənə diyansən, hə? Bir il defillərə çıxmırsan, atamın ayağının altına ki çıxmırsan. Gecə yatıb səhər dura bilmirsən, ona görə çıxmırsan da. Ağzımı niyə açırsan ki? 10 dəfə Nadir mənə deyir ki, eləmə, lazım deyil. Ola bilər özündə deyil bir şey. Sən kimə gəlirsən az burada? Kimə gəlirsən az sən bu ölkədə? Sən kimsən axı? Çıxdığın sevincə bir söz dedin ki, əxlaqdan danışmır. Nə oldu ya, əxlaqlı sən oldun, 40 dənə adam değişmirsən bu həyatda. Yoxsa yalandan vaxtında Emil Bədalovla əmişmək şəkilləri sarışır. Mən banan ağzımı almışam. Sən ki yalandan kıçıvı qaldırıb Eminlə əmişmirsən ki. Sən hansı qiriyyət namusdan danışırsan mənə? Mənim poxum varsa səninki məndən çoxdur. Mənə deyir, qadına fahişəlik yaraşır. Qadına fahişəlik yaraşmır. Namuslu qadına fahişəlik yaraşmır. Səslərimi verəcəyəm. Deyirsən, qadına vermək yaraşır. Hər qadına yaraşmır o. Namuslu qadına o yaraşmır. Yoxsa yadından çıxıb dünən danışdığın. Səhər də çıxıb deyirsən ki, mən emosiyalarım. Sən emosiyada döyürsən. Bütün müğənilər zəng vurdu ki, özündə döyürdü. O danışanda hallıydı. Nə danışırsan? Sənə bir gün sustum, 2 gün sustum. Dedim, əyibi yoxdur da. Səidə pis qız deyil. Amma yox, Səidə, mən səndən qorxmuram. Özünü yığışdır Səidə. Mən heç nədən qorxmuram. Mən o efirdən çıxaram. Səninlə bu həyatda mübarizə apararam. Və sənin güvəndiyin oğlanların birini də götü çatmaz mənə sətisin. Sənin o görüşdüklərin var ha, kuruğun var ha. Necə ki, vaxtında bir Türemşiklə görüşürdün, ne? Biri bir söz deyə bilməz. Bu ölkə lotuların ölkəsidir, bu ölkə qanunla şey olunub. Bu efirdən gedərəm mən. Səninlə ölümünəcə müharibəyə gedərəm. Sən nə danışsan, çıxdın orada 5-10 nəfərli sənə. Ay Allah, Səidə qəhrəmandır. 1000 manata görə girib Vəfa Şərifova ilə oxuyan adam, səhnəyə çıxan adamın qüruru yoxdur. Yoxdur da. Yoxdur. Mən Balkan satda öyrəmir, kişim yanıma. Ərviz yığdı sizə, ərviz zəng vurdu sizə, bəli, ərim zəng vurdu. Yalan diyan var yoxunu belə-belə eləyim mən. Eləyim, nəsli belə-belə olsun yalan diyanın. Çıxıb, mən indi dedim, əyibi yoxdur da, düz deyil. Əslində, onun sözlərinin bəziləri düz idi. Biz nahaq yerə bəzi çuşqaları, mən bunun afişasını görəndə bu çuşqalardan gic oldum ki, bu nətər olur? Bunlar pula öz sözlərini, bunlar öz anasında bomba adamlar, qaqaşdılar bunlar, qaqaşdılar, bundan sus. Qaqaşdır siz. 1000 manata görə geyib niyə oxuyursan ay işığında? Vəfanı səndən orada çox adam istəyir. Nisa o Vəfa qonağımdır, sənin səsini ona dinlətdirəcək.